Gözü görüyor kimdən qol vurdu sən. Galatasaray 2-0 öne keçdi. Neyse, A neçəsi 30 may. Bu videonu 30 may çəkdik. Neyse, gizləməyək. Montaj olmayacaq. Hamıya salam millət. Mən Nicat və hər birinizi salamlayıram. Necəsin, ağırsınız, vəziyyətinə təyin. Yaxşı, gizləməyək. Bugünkü videomuzun konsepti nədir? Bugünkü videomuzun iki konsepti var. Birinci konsepti odur ki, bu videoda montaj olmayacaq. Necə var, elə də paylaşacağım. İkinci konsept odur ki, ikinci konsept odur ki, bu videoda növbəti videonun nə olduğunu fikirləşəcəyik, çəkəcəyik. Elə bil ki, yəni oturmuşam və normal gündə elə bir video çəkmirəm. Fikirləşirəm ki, növbəti videonu nə çəkə bilərəm mən, yəni ki, izləyicilərə maraqlı gəlsin. Yəni elə bil ki, bunu vlog kimi çəkirəm də. Onsuz da yəni YouTuber olmaq belə yəni çətin bir şeydir. Elə bil ki, oturursan, bax nə çəkim belə. Bəlkə Şimdi niye çalışıyorsun ha? Bir de şu olan en asası kameramanın yanındadır Kamran. Tanımırsa mənim kameramanım Kamrandır, yaxın dostumuzdur. Neyse, çox vacib məlumat deyildi. Neyse, üzün göstərmək istəmirəm. Üzün göstərsəm çünki abunətim artıb olacaq. 141 abunəsim varsa biləmizə. Hardasa artıb olar da yəqin 141 min falan. O qədər də çox istəmirəm kanalım partlasın. Yəni mən bilirsiniz ki, sadə uşağım, yəni ona görə də ehtiyac yoxdur. Zarafat eləmirəm. Bunu göstərsəm mən videoda, bunun üzün görsəniz 141 abunəsi olacaq 1 abunəsi. O 1 abunəsi də yəni bunun özü olacaq da başqa heç nə. Amma bu video həqiqətən mənasız oldu. Bir də ki, bayaq dediyim kimi bunun üzünü göstərmək istəmirəm də, yəni. Amma belə ayağını göstərə bilər. Belə salmışam. Görürsüz, mədəniyyətsiz kameramanım var. Zarafat çıxan bu videonu çəkdiyimiz yerə canlı açarıq. Çox daha mənalı olardı. Canlı açırıq, təsəvvür dururuq. İzləyicilərin qabağında 3-4 dəfə gəlir, üzü bütünəm 3-4 dəfə gəlir. Yox, YouTube'da canlı qəşəcək. Nəysə, oturuq deyirik ki, nə çəkəcəyik. Bəncə, elə çəkdik, yaxşı olardı, hə? Sizcə də yox. Onda bugünlük bu qədər əziz izləyicilər. Növbəti videoda qarşılayacaq gizləməyək. Montaj olmayacaq, çox gizləməməliyim. Zax, nə çəkək? Bu nə şəkildə olur? Ağzıma bax. Əziz izləyicilər, ağzıma bax. Çox sağ ol, yaşamdan. Ne olar ki, videolarımda belə qəşəng çəksən. Yəni, bu qəşəng deyil, videolarımı belə çəksən, izləməyəcək. Yəni, çox boş-boş danışmayaq, fikirləşə görə nə çəkə bilərik. Nə çəkə bilərik? Qorxuyum. Qorxuyum nə? Qorxuyum. Qardaşım, orada çırpalara bir çəkəcək. Zarafat əgər çırpağa görə yox. Yəni, millət, bu videonu, bu dediyi fikir var ha. Yəni, həqiqətən dediyim fikir maraqlı fikirdir. Onu çəkə bilərik. Amma hal-hazırda yersiz olacaq. Həm abunəsimiz azdır. Düzdür, abunəsi artmaq üçün, yəni belə normal videolar çəkmək. Yox heç. Prosta ki, hal-hazırda o video viraldır, yəni kəşfətdədir. Görüş kimi yazılır. Yəni, o qədər də vacib deyil. Yəni bu video qorxu evinə çox adam gedir. Yəni çox YouTuberlər gedir. Ona görə də qorxu evinə ehtiyac yoxdur, başqa video. Onu da çəkərik. Bəs tərsinə günün part 2-sini çəkək. Hə? Sonra çəkərik. Sonra çəkərik. Məncə də sonra çəkərik. Çünki arda-arda yeni video mənasız olur. Bir də tərsinə gün videosu ilə danışmaq istəyirəm. O videoda istədiyim kimi alınmamışdı. O videonu belə deyim, Azərbaycanda heç kim çəkməyib. İlk 100%. Özünün, yəni həqiqətən heç kim maraqlana bilərsən də maraqlan. Bəqəcan heç kim çəkməyib bu videonu. Türklərdə Sefo var, YouTuber, o çəkib. Amma Azərbaycanda heç kim çəkmir. Ola bilər bəlkə kiçik vlog kimi çəkə bilərlər, amma belə video kimi, tam video formatında heç kim çəkmir. Düzdür. Mən də istədim ki, necə deyim, partladım o video ilə. Azərbaycan ilk olaraq partladım. O da istədiyim kimi alınmadı. Yəni ola bilər mən YouTuber olaraq, yəni bəyənmədim, öz videom maraqsız gəldi mənə. Yəni mən bəyənmirəm, izləyicilər oradan bəyənəcək. Deyirsən saydığımızsa gör fərq necə. Çək. Nə olur? Qoyun video çəkim, nə mən. Neyse, bu qalsın, belə videomuz çəkək. Xalaqlıyıq. Nə qədər də vacib məlumat deyil. 4 dəqiqə gedib, biz elə fikirləşməmişik, nə çəkirik. Şeyi danışırdım. O video tərsinə gününü istəyirdim, daha çox tapşırıqlar edeyim. Həm əlimizdə imkan olmadı, nə kimi imkan olmadı. O videonu çəkə biləcək imkanlarımız olmadı. Həm də ki, vaxt çox getdi. Artıq bir aydan çox ki, mən video paylaşmırdım. O videonu həm də ki, yox, 4 günə çəkmişik də, yəni. Mənasız olacaq ki. Ona görə də maraqsız da olsa paylaşdım ki, nəysə də Allah var, nəsə olsun kanalım. Heç nə. Ən salamat bilsin edin. Bu videonu izləyin, like atın, çıxın deyin.
bilmirəm, pis oldu. Nəsə çəkəm mən. Qorxu evi heç də. Bax, onlar da o vaxt qardaşın YouTuber vaxtı. Uşaq idim amma yəni də bacarırdım da. Bax, həmin dövr, indiki dövr olsaydı, sən partladardın. Qazanı partladardım. Onda uşaq idim, kiç-kiç şeylər ya. Otururdum, fikirləşirdim. Onda da bax, həqiqətən belə fikirləşirdim. Oturub fikirləşirdim. Qələm dəftər də var hələ yanımda. Fransa şey, nə prank? O prank yox. Kışkırtmanın da çox var. Kışkırtmanın şeyi İlqar və Qaroğlu'dur. Buradan videomuzu izləyirsə, sırf izləyir. Buradan videomuzu izləyirsə, İlqar və Qaroğlu'na salamlarımızı göndəririk. Qəşəng Vayner səndə. İlqar və Qaroğlu'na sırf Vayner oldu. Neysə, çox vacib məlumat deyildi bu. O vaxt həqiqətən dövr olsaydı, o uşaqlar 2017, 2018 olsaydı, heç şeydir. Bir dənə videom vardı, Survivor. Nedəsə Nihat'da vardı o videoda, Survivor videosu. Gizlicə, yəni ağlıma nə gəlir çəkirdim, amma tuturub da yəni. İndi oturub fikirləşirəm, bir şey çəkirəm, amma o da izlənmir də yəni. Ona görə də mənasız şeylər çəkib izlənsin də özümün. O vaxt, yəni uşaqlığımız olub, YouTuber. Nə ona? Həqiqətən mənim yaşımda bacaranlar vardı, Premium. Yəni mən yaşda həqiqətən YouTube'u bacaranlar vardı. Düz mən də bacarırdım. Nəysə də o barədə çox danışdım. Sən öyle bildin qaqacanı. Sən nə çəkək? Deyim burada. Demeyim mi? Allah haqqı bildim amma zor fikirdir. Bilsən nə? Baxdım videosu. Reaksiya bildirir. Baxdım videosu. Zor videodur, sən öyle bunu çəkək. Məncə maraqlı olar. Düz bu video çox maraqsız ola bilər, amma o video maraqlı olacaq. Amma bunu deyim ki olur. Bunu desəm bana maraq olur ki, izləyicilər deyəcək, ayda növbəti videosudur, maraqsız çəkəcək. Heç nə. Maraqsız olacaq, izləmərikdən növbəti videonu. Göz gözləyişin çatına bax video çəkəcək. Heç nə, bunu da bilmirik nə vaxt çəkəcək, heç nə, abunəlikdən çıxırıq sağ olsun. Bildim, burasına nəsə də bir şey qoyarıq. Əsas o ki, amma videomuzun fikrini tapdıq. 7 dəqiqə yarıma tapdıq, 7 dəqiqə 30 saniyə tapdıq. Ama görürsən, uşaqlıq da qardaşım, uşaqlıq. Uşaqlıq olmasaydı mən bu videonun hardan fikirləşib tapacaq? Nə olub ola bura? İşıq düşür. Yəni uşaqlıq olmasa bu videonun hardan? Həqiqətən. Yəni uşaqlığından bağlı bir video olacaq. Deyəcəm amma orasına şey qoyacağam da, sansür qoyacağam ki, eşitməsinlər. Çünki maraqlıca. Həqiqətən yəni bilsək ki, mənə məsələn sürpriz edilir, bilirsən ki, o sürprizin içində kamdan var, nə maraq qaldı. Belə də açsam içindən kamdan çıxsam maraqsız olur, nəysə. Amma həqiqət videonu çəkək. Ciddi deyirəm. Nəsə bu qədər bəsdir məncə. Sadəcə bu elə bir ki, vlog kimi fikirləşim də. Sadəcə Nicat Atatürk bir vlog çəkdi, vlog çəkdi. Amma montaj eləməyəcəm də. Yəni əsas o ki, montajsız videomu görərsiniz ki, necə olur. Düzdür, mən montajda da pərdə arxasını çox qoyuram. Çox qoyuram deyəndə, yəni demək olar ki, 3 videomda da var pərdə arxası. Və da var. Biri trilmajordadır, pərdə arxasını qoymuşam. Obyekt açsağım videoda elə demək olar ki, yarısı pərdə arxasıdır. O birisində də ki, birinci açıqlamam videom, onda da pərdə arxasıdır. Bilsən arası, başda elə deyirəm, kainatda yox. Amma həqiqətən moddaydı, indi düşdü, gördük, yox açıqlamam. Yəni bu da, TikTok bu da. Gərək TikTokdan başlayaq. YouTuberlərin çoxunu TikTokdan başlayacaq. Neysə, başımda. Qismət, biz qardaşım TikTok sadəcə istifadə eləmirik. TikTok işlədənlərə də yaxşı baxırıq, pis baxmırıq. Özüm də TikTok çəkirəm. TikTok çəkirəm yox. Sadəcə işlədirəm. Bir də ki, zəhmət olmasa video like atar. Çox şey istəmirəm sizdən. Video like atırsınız, yorum yazırsınız, kanala abunə olursunuz. Açıqlamadan Instagram səhifəmə abunə olursunuz. Bir də ki, TikTok səhifəmə abunə olursunuz. Çox şey istəmirəm. Nə istəyirəm? 5 dənə şey. Çox şeydir. Çox olur. 5 dənə məndə. Nəysə. Həqiqi zarafatsız bugünlük bu qədər. Çalışacağam ki, növbəti videonu o hal-hazırda fikir dediyim videonu daha tez bir zamanda paylaşım ki, maraqlı olsun. Çox gözlətmə dəqiqən izləyiciləri. Canım izləyicilərim, sizin hər birinizi sevirəm. Yaxşı ki varsınız, yaxşı ki mənə dəstək olursunuz. O gün təbrik eləmirəm. Bu nədir o? Nəysə. Bugünlük bu qədər millət. Sağ olun, sağ-salamat qalın. Burada i-butonda hardasa növbəti videom və kanalım olacaq. Girib abunə olarsınız. Abunə olarsınız, izləyərsiniz. Bu videonu çəkməyək, paylaşmayaq. Nəysə, heç nə. Sağ olun.
Bu günlük bu qədər. Qısa vlog kimi bir şey sayılır, yəni üzrlü sayın bu videonu çəkdiyim üçün üzr istəyirəm hər birinizə. Prosta kanalda video olsun deyə. Amma həqiqətən o videonu çalışacağam çox tez bir zamanda çəkim paylaşımçı sizə də maraqlı olsun. Nəysə sağ olun. Gecəniz xeyrə qalsın deyəndə ki, yəni gecə deyə ona görə 11 işləyib 9 dəqiqə. Nəysə gecəniz xeyrə qalsın, sağ olun. Növbəti videomda yəqin ki səbirsizliklə gözləyirsiniz. Nəysə. Oldu, sağ olun, gecəniz xeyrə göstərmişəm də. Nəysə, sağ olun, gecəniz xeyrə qalsın. Şirin yuxular.